Salam əziz şagirdlər, bugün sizlərlə Namazov qiymətləndirmə testindən adi kəsirlər bölməsinin ən böyük ortaq bölən və ən kiçik ortaq bölünən mövzusuna aid testlərin izahına baxacağıq. A variantından başlayaq. Birinci suala baxaq. Birinci sualda deyilir ki, x kiçikdir 20 bərabərsizliyini ödəyən sadə ədədlərin cəminin 45%-ni tapın. Biz 20-dən kiçik ədədlər içərisində sadə olanları seçməliyik və onların cəmini tapmalıyıq. Cəmini tapandan sonra da bu cəmin 45%-ni tapmalıyıq. Sadə ədədlərin nə olduğunu bilirsiniz. Sadə ədədlər yalnız özünə və vahidə bölünən ədədlərə deyilir. Yəni 20-dən kiçik ədədlər içərisində yalnız özünə və vahidə bölünənləri seçək. Birinci 2, ən kiçiyi 2-dir. Daha sonra 3. Bunu da qeyd edim ki, bir nə sadə ədəddir, nə də ki, mürəkkəb ədəd deyil. 2, 3, daha sonra 5 gəlir, 7 gəlir, sonra hansı sadə ədəd gəlir? 11, 13, 17 və 19. Bu ədədlər 20-dən kiçikdir və sadə ədədlərdir. Bunların cəminin 45%-ni tapmalıyıq. Bunları cəmləyək. 2 + 3 5 edir, 5 + 5 10, 10 + 7 17, 17 + 11 28, 28 + 13 41 edir, 41 + 17 58, 58 + 19 alınır 77. Deməli biz bu cəmin, yəni 77-nin 45%-ni tapmalıyıq. Bu da ədədin faizinin tapılması qaydasıdır. Ədədin faizini tapılmaq üçün biz ədədi faiz göstərən ədədə vurub, yəni 45%-ə vurub 100-ə bölməliyik. 100-ə bölməliyik. 100%-ə bölməliyik. Burada ixtisar gedir 45 5-ə 9 dəfə, 100 5-ə 20 dəfə. Başqa ixtisar yoxdur. Sürətdə qalır 9 vur 77. Bu da 9 vur 77 693 edir. Məxrəcdə də 20. 693 bölü 20 alınır 34,165. Cavab A variantı. 2 nömrəli tapşırığa baxaq. 90 və 150 ədədlərinin ən böyük ortaq bölənini tapın. Ən böyük ortaq bölən təbii ki, bilirik ki, əbobdur. Yəni bizdən 90 və 150 ədədlərinin əbobunu soruşur. Biz bu əbobu bildiyimiz qayda ilə, yəni 90 və 150-ni sadə vurğulara ayırıb tapa bilərik. Daha sonra da sadə vurğuların içərisindən ortaq sadə vurğuların hasilini tapırıq. Şifahi şəkildə tapmaq olur. Bunun üçün əbob sözünün, yəni ən böyük ortaq bölən sözünün mənasını bilməlisiniz. Yəni bu nə deməkdir? 90 və 150-nin ən böyük ortaq böləni hər ikisinin bölündüyü ən böyük ədəd. Hər ikisinin bölündüyü ən böyük ədəd. Yəni ki, 90 və 150-nin bölənlərinin içərisində ən böyüyünü seçirik. 90 və 150 hər ikisinin ortaq bölənlərini yazırıq və onların içərisində də ən böyüyünü seçirik. Burada şifahi tapmaq istəsək 90 və 150-nin əbobu 30-a bərabərdir. Bunu da bilmək üçün, şifahi şəkildə bilmək üçün özünüz üçün çoxlu məşq etsəz əgər şifahi şəkildə rahat tapa bilərsiniz. İndi gəlin yazılı şəkildə necə tapırıq onu yazaq. Əbob 90 150 bərabərdir. İndi bu ədədləri sadə vurğulara ayıraq. Birinci 90. 90 bölünür 2-yə neçə dəfə? 45 dəfə. 45 3-ə 15 dəfə. 15 3-ə 5 dəfə. 5 də 5-ə 1 dəfə bölünür. 150 bölünür 2-yə 75 dəfə. 75 bölünür 3-ə 25 dəfə. 25 5-ə 5 dəfə. 5 də 5-ə 1 dəfə bölünür. Bunların sadə vurğularına baxaq, bu ədədlərin sadə vurğularına baxaq və sadə vurğular içərisində ortaqları seçək. 2 burada da var, burada da var. Yəni 90-da həm 90 sadə vurğudur, həm də 150-nin. Daha sonra 3 və 5 5. Bu sadə vurğuların hasilini tapaq.
bərabərdir 2 vur 3 vur 5. 2 dəfə 3 6, 6 dəfə 5 30. Cavab C variantı. 3 nömrəli tapşırığa baxaq. 75 və 250 ədədlərinin ən kiçik ortaq bölünənini tapın. Ən kiçik ortaq bölünən dedikdə isə biz əkub başa düşürük. Yəni 75 və 250 ədədlərinin əkubunu tapmalıyıq. Təbii ki, bunu da şifahi şəkildə tapmaq olur. Bunun üçün də əkub sözünün mənasını başa düşməlisin. Ən kiçik ortaq bölünən, yəni həm 75-ə, həm də 250-yə bölünən ədədlərin içərisində ən kiçiyi. Ən kiçiyi 750-dir. 750 həm 75-ə bölünür, həm də 250-yə bölünür. Təbii ki, bundan böyükləri də var, sonsuz saydadır. Amma biz ən kiçiyini götürürük. Yazılı şəkildə necə yazaq? Yazılı şəkildə yazaq əkub 75 250 bərabərdir. 75 və 250-ni sadə vurğulara ayıraq. 75 bölünür 3'e bölünür 25 dəfə. 25 5'ə 5 dəfə. 5 də 5'ə 1 dəfə. 250 bölünür 2'ə 125 dəfə. 125 5'ə bölünür 25 dəfə. 25 də bölünür 5'ə 5 dəfə. 5 də 5'ə bölünür 1 dəfə. İndi bu ədədlərin fərqi yoxdur. Hər hansı birinin sadə vurğularını götürüb yazırıq. Məsələn, 75'in sadə vurğularını yazaq, hasilini yazaq. 3 vur 5 vur 5. Daha sonra digərinə baxaq. 250'nin sadə vurğularına. Əgər 250'nin sadə vurğularından hər hansı biri 75'in sadə vurğularının içərisində yoxdursa, onları əlavə edək. 2'dən başlayaq. 2 yoxdur 75'in sadə vurğuları içərisində. Ona görə 2'ni də əlavə edirik. Burada 75'in sadə vurğuları içərisində 2 dənə 5 var. 250'nin sadə vurğuları içərisində isə 3 dənə 5 var. Deməli 1 5 yoxdur burada. Bir dənə 5'i də bura əlavə edək. İndi hasili tapaq. 3 dəfə 5 15. 15'i 5'ə vuranda 75. 75'i 2'yə vursaq 150. 150'ni də 5'ə vuranda 750. Cavab A variantı. 4 nömrəli tapşırığa baxaq. 4 nömrəli tapşırıqda deyilir ki, üstbucağın tərəfləri 2 rəqəmli sadə ədədlərlə ifadə olunmuşdur. Bu üçbucağın perimetrinin ən kiçik qiymətini tapın. Bir üçbucaq çəkək. Bunun tərəfləri 2 rəqəmli ədədlərdir, eyni zamanda da sadə. 2 rəqəmli sadə ədədlər, məsələn 11-dən başlayır. 11, daha sonra gəlir 13, 17, 19, daha sonra 23 və s. belə davam edir. Biz hansını yazmalıyıq? Deyir ki, bu üçbucağın perimetri ən kiçik qiymət alsın. Perimetr yəqin ki bilirsiniz nədir? Perimetr fiqurun tərəflərinin uzunluqları cəmi. Yəni bunun 3 tərəfinin də uzunluğunu cəmləsək biz perimetr almalıyıq. Perimetrin ən kiçik olması üçün də bunun tərəflərinin uzunluğu ən kiçik olmalıdır. Bunun üçün də biz tərəflərinə ən kiçik 2 rəqəmli sadə ədədləri verək. Birinci 11, ən kiçik 11, daha sonra 13, daha sonra da gəlir 17. Belə olan halda perimetri tapaq. Yəni tərəflərin uzunluqları cəmi 11 üstə gəl 13, üstə gəl 17. Buradan da alınır 41 santimetr. Cavab A variantı. 5 nömrəli tapşırığa baxaq. Əkub AB bərabərdir 576, əbab AB bərabərdir 4, A bərabərdir 36 olarsa B-ni tapın. Belə bir düstur bilirik ki, əkub AB vur əbab AB bərabərdir AB-yə. Yəni eyni ədədlərin əkubu ilə əbabının hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Düsturu qeyd edək. Əkub AB vur əbab AB bərabərdir A vurulsun B-yə. İndi verilənləri bu düsturda yerinə qoyaq. Əkub AB-nin qiyməti bizə verilib 576. Yazaq 576 vurulsun
Əbob AB'də bizə verilib 4. Bərabərdir. A verilib, A'nın da qiyməti verilib 36. B'nin qiyməti soruşulur. B'nin qiyməti bilmədiyimiz üçün yerinə elə B yazırıq. İndi 576-nı vuraq 4-ə. 576-nı 4'e vuranda alınır 2304. 2304 bərabərdir 36 vur B. Buradan B'ni tapmaq üçün 2304'ü bölürük 36'ya. B bərabər olur 64'e. Cavab D variantı. 6 nömrəli tapşırığa baxaq. X kiçik bərabərdir 120 bərabərsizliyini ödəyən 6 və 8'e tam bölünən neçə natural ədəd var? Bu bərabərsizliyi ödəyən ədədlər 120 daxil olmaqla 120'dən kiçik ədədlərdir. 120'dən kiçik ədədlər içərisində 6'ya və 8'e tam bölünən natural ədədlərin sayını tapmalıyıq. 6'ya və 8'e tam bölünən ən kiçik ədəd tapaq. Birinci ən kiçik ədəd tapaq, daha sonra digərlərini də taparıq. 6'ya və 8'e bölünən ən kiçik ədəd. Bu əkobdur. Yəni biz bu ədədlər üçün əkobu tapmalıyıq. 6 və 8'in əkobunu tapaq. Əkob 6, 8. Bunun üçün bu ədədləri vurğulara ayıraq, sadə vurğulara ayıraq. 6 2'ye 3 dəfə, 3 3'e 1 dəfə, 8 2'ye 4 dəfə, 4 2'ye 2 dəfə, 2 də 2'ye 1 dəfə. Bunların əkobu nə olur? Deməli, 6'nın sadə vurğularını yazaq birinci. 2 vur 3. Daha sonra 8'in sadə vurğuları içərisində hansı sadə vurğu bura daxil deyilsə onu əlavə edək. 2'dən bir dənə var. Digər 2 dənəsi yoxdur. Onları da əlavə edək. Olur 2 dəfə 100 6. 6 dəfə 2 12. 12'ni də 2 vuranda 24. Əkob oldu 24. Deməli, həm 6'ya həm 8'e bölünən ən kiçik ədəd 24'dür. Daha sonra biz bu ədədləri 24 artırsaq, 120'ye çatana qədər artırsaq, 120'dən kiçik həm 6'ya həm 8'e bölünən ədədləri tapa bilərik. Birinci 24'dür. Daha sonra 24'ün üstünə 1 24'də gəlirik, alınır 48. 48 həm 6'ya həm 8'e bölünür. Sonra 48 üstə 24 72. 72 üstə gəl 24 eləyir 96. 96'nın da üstünə 24 gələndə alınır 120. 120 özdə daxil olduğu üçün 120'ni götürə bilərik. Deməli 1, 2, 3, 4, 5 dənə ədəd var. 120'dən kiçik və 120'ye bərabər olsun, həm də 6 və 8'e tam bölünsün. Cavab C variantı. 7 nömrəli tapşırığa baxaq. 7 nömrəli tapşırıqda deyir ki, Əbob AB bərabərdir 8, Əkob AB bərabərdir 48 olarsa A vur B hasilini tapın. 5 nömrəli tapşırıq ilə oxşardır. 5 nömrəli tapşırıqda dostlar demişdim. Eyni ədədlərin əkobu ilə onların əbobunun hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Dostlar bir də yazıram. Əkob AB vur əbob AB elə A vur B'ye bərabərdir. Verilənləri dostlar yerinə qoyaq. Əbob AB-nin qiyməti bizə verilib 8, Əkob AB-nin də qiyməti verilib 48. Əkob AB 48 vur Əbob AB yəni 8 bərabərdir A vur B. A vur B'nin qiyməti bizdən soruşulur. 48'i vururuq 8'e alınır 384 bərabərdir A vur B'ye. Yəni AB'nin qiymətini tapdıq. Bizdən də bu soruşulurdu. Cavab B variantı. Keçək 8 nömrəli tapşırığa. 8 nömrəli tapşırıqda deyilir ki, 2 ardıcıl cüt natural ədədin hasili 528 olarsa, bu ədədlərin ən kiçik ortaq bölünəni ilə ən böyük ortaq böləninin fərqini tapın. 2 ardıcıl cüt natural ədəd. Biz bilirik ki, belə bir qayda var ki, 2 ardıcıl cüt natural ədədin ən böyük ortaq böləni, yəni əbobu 2'yə bərabərdir. Hansı ədədlər üçün bunu yoxlasaz, hansı ardıcıl cüt ədədlər üçün yoxlasaz, bu düzgün olar. Yəni 2 ardıcıl cüt natural ədədin əbobu 2'yə bərabərdir. Əkobu isə onların hasilinin yarısına bərabərdir. Tutaq ki, 2 dənə ədəd götürək.
hansı ədədləri bilmirik? A və B. Bu ədədlərin əbobu yazıram. Əbob AB, yəni bu AB ardıcıl cüt ədədlərdir. Əbobu 2-yə bərabər olur hər zaman. Əkobu isə əkob AB isə A vur B böl 2-yə bərabər olur. Böl 2-yə. İndi bizə nəyi verib? 2 ardıcıl cüt natural ədədin hasilini verib. Yəni AB-ni bizə verib. AB 528 olarsa, biz elə bunların əkobunu tapa bilərik. Əkob AB böl 2-dir. Tapmaq üçün 528-i bölürük 2-yə. Buradan da alınır 264. 264 alınır. Əbobları da dedik ki 2-yə bərabərdir. İndi bizdən ən kiçik ortaq bölünəni ilə, yəni əkob ilə ən böyük ortaq bölənin, yəni əbobun fərqini soruşur. 264-dən çıxırıq 2-ni alınır 262. Cavab D variantı. 9 nömrəli tapşırığa baxaq. Həm 80-ə, həm də 75-ə böldükdə qalıqda 23 alınan ən böyük 4 rəqəmli natural ədədi tapın. Bu ədədi tapmaq üçün biz həm 80-ə, həm də 75-ə bölünən ən böyük 4 rəqəmli natural ədədi tapmalıyıq. Ədədi tapdıqdan sonra da üzərinə 23 əlavə etməliyik və beləliklə də həm 80-ə, həm də 75-ə böldükdə qalıqda 23 alınan ən böyük 4 rəqəmli natural ədədi tapmış olarıq. Həm 80-ə, həm də 75-ə bölünən ən kiçik ədədi tapaq, yəni bu ədədlərin əkobunu tapaq birinci. Əkob 80, 75. 80 və 75-i sadə vuruqlara ayırırıq. 80 2-yə bölünür 40 dəfə, 42-yə 20 dəfə, 20 bölünür 2-yə 10 dəfə, 10 bölünür 2-yə 5 dəfə, 5 5-ə 1 dəfə. Daha sonra 75 bölünür 3-ə 25 dəfə, 25 5-ə 5 dəfə, 5 də 5-ə bölünür 1 dəfə. 80-in sadə vuruqlarını yazaq. 2 vur, 2 vur, 2, 1, 2, 3, 4 dənə 2, vur 5. Daha sonra 75-in sadə vuruqlarından olmayanları bura əlavə edək. 3 yoxdur burada, 3-ü əlavə edək. 5-lərdən biri var, biri yoxdur. 5-i də əlavə etsək. Bura qədər alınır 80. 80-i də vuruq 3-ə 240. 240-ı da 5-ə vuranda 1200. 1200. Deməli bu ədədlərin əkobu 1200-ə bərabərdir. 1200. Həm 80-ə, həm 75-ə bölünən ən kiçik ədəd tapmış olduq. Amma biz ən böyük 4 rəqəmli ədəd tapmalıyıq. Bunun üçün 120-ni 120 bunun üçün 1200-ü artıraq. 1200 1200 belə artıraq. Birinci 1200-dür. Daha sonra 1200-dən üzərinə 1200 gələk, alınır 2400. 2400-ün üzərinə 1200 gələk, 7200. 7200 üzərinə 1200 gələndə alınır 9600. Ən böyük 4 rəqəmli 80-ə və 75-ə bölünən ədəd 9600-dür. Amma deyir ki, qalıqda 23 alınır. Qalıqda 23 alındığına görə də bu ədədin üzərinə də 23 əlavə edirik. Alınır 9623. 10 nömrəli tapşırığa baxaq. 10 nömrəli tapşırıqda deyir ki, AB natural ədədlər, C isə onların ortaq olmayan sadə vuruqları hasili olarsa, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən etmək istəyir bizdən. 1-i hansı variant gedir, 2 hansı variant, 3-ü hansı variant. 1-dən başlayaq. 1-də verib ki, bizə əkob AB 60-dır, əbob AB də 12-dir. Qeyd etdiyim kimi, eyni ədədlərin əkobu ilə əbobun hasili elə həmin ədədlərin hasilinə bərabərdir. Yəni, biz əkob AB-ni əbob AB-yə vursaq, yəni 60-ı 12-yə vursaq, elə AB-ni tapmış olarıq.
60'ı da 12'yə vuranda alınır 720. 720. AB bərabərdir 720. Deməli 1-ə gedir D variantı. Daha sonra biri hansı variant gedə bilər? C də ortaq olmayan sadə vurğuların hasilidir. Belə bir düstur var ki, eyni ədədlərin əkobu ilə əbobunun nisbəti C-yə bərabərdir. Yəni ortaq olmayan sadə vurğuların hasilinə bərabərdir. Bu düsturda qeyd edim. Əkob AB bölünsün əbob AB. AB bərabərdir C, yəni ortaq olmayan sadə vurğuların hasilinə. Burada da əkob AB 60-dır, əbob AB də 12-dir. 60-ı da 12-yə böləndə alınır 5, yəni C 5-ə bərabərdir. 1-ə həm də C variantı uyğun gedir. 2-yə baxaq indi. Birə D və C variantları uyğun gedirdi. 2-yə baxaq. 2-də nə deyir? Əkob AB bərabərdir A, əbob AB də B-yə bərabərdir. 2-yə gedir B variantı. Çünki deyir ki, B ədədi A-nın bölənidir. Belə bir qayda var ki, əgər bir ədəd digərinin bölənidirsə, bu zaman bunların əbobu bölən olur, əkobu isə bölünən olur. Bu hər zaman doğrudur. A ədədi B-nin böləndir. Yəni burada B böləndir, A isə bölünəndir. B böləndirsə əbob B-yə bərabər olur. Əkob da bölünənə, yəni A-ya bərabər olur. Deməli 2-yə gedir, B variantı uyğun gedir. 3-ə baxaq. 3-də deyilir ki, əkob AB 72-dir, əbob AB də 8-dir. Bilirik ki, əkob AB vur əbob AB elə bu ədədlərin, yəni AB-nin hasilinə bərabərdir. 72-ni vururuq 8-ə, bu elə AB-yə bərabərdir. A vur B-yə. 72-ni 8-ə vuranda 576. Deməli, AB-ni tapdıq, 576 A variantı. 3-ə gedir A variantı. Bir də C-ni tapaq, yəni ortaq olmayan sadə vurğuların hasili. C də əkob AB-nin əbob AB-yə nisbətidir. Yəni əkob AB bölünsün əbob AB. Əkob AB 72-dir, əbob AB də 8-dir. 72 böl 8 alınır 9. 9 da C-nin qiymətidir. C bərabərdir 9, E variantı da 3-ə uyğun gedir.